Sizcə Azərbaycanın ən güclü qadın kimdir? Nənəm. Nəyə görə? Cavanlıqda iştangist olub. Sonra 3-4 dəfə babam traktoru düzəldəndə kömək eləyib ona, Dankrat yerinə. Dankrat olmayıb da o vaxtı rayonda. Bizim əslimiz Əli bir Bakılıdır. Prosta rayona qonaq getmişdilər. Balıq tutmağa Arazdan. Sonra neysə Araz dedi ki lazımdır zad o yan bu yan. Hələ Allah rəhmət etsin. Kərimən var idi qonşumuz. Onun da arvadı güclü arvadı idi. Amma biz fiziki cəhətdən danışmırıq. Yo, mən danışıram. Bildim bizim sualımız fiziki cəhətdən deyil. Hə, nədən beyindən? İradə cəhətdən. Hə, ya iradə qonşumuz da o da güclü arvaddır belə. Tort pişirir. Bu qədər. Facebook'u Azərbaycanlılar icad eləsəydilər, sizcə onun adını nə qoyardılar? Kompüter olur, Ruslar gibi ya. Kompüter Ruslar. Kompüterle boş. Kompüter. Düz bilgisayar da, tuşlu bilgisayar yani bilgiyi sayıyor. Amerika Birləşmiş Ştatlarının 2 dənə ştatı var. Ha, O boyda Amerika Birləşmiş Ştatlarının 2 dənə ştatı var. ya işte. Hansılardır? BMT, BMT, sonra MTN, bir de neydi? Aş. Aş, Ha, yok işte yok. Aşya. 1973'te Azerbaycan'a bir kosmonavt olup Karagand'dan uçup. Benim adı yazması bir üzü süreme. 7 Azerbaycan'a olan olup. 1973 yılda səhvləmişsə Karagand'dan uçup. Ben orada şehit olmuşum. Anar Musayev pamoymu. 100%. Anar Musayev. Tamam Musayev. Dəqiq tapdım ben. Anar Musayev 7 bizim Azerbaycan xalqın birinci kosmonavtı. Anar Braziliyanın paytaxtı. Paytaxt Amerika'da. 20 yanvar haqqında heç mən Niyə? məşq keçirəm, məşq etməliyəm. Axı bu bizim tariximizdir. Tarixdə mən məşq etməliyəm. Sən bunu bilməlisən. Bilirəm, mən prosta məşq Nə etməliyəm. bilirsən? 20 yanvarda faciə olub da, 20 yanvar haqqında faciə olub. Nə faciəsi? Niyə olub? Kim gəlib? Ermənilər Azərbaycanlılara işğal ediblər o torpaqlarını. Onda biz burada nə gəzirik? Axı bura işğal ediblərsə biz burada niyə yaşayırıq? Ölkəmizin devizi nədir? Divizi, Sonra vətənpərvərlik, bir də qaldı. bir də ki, müsəlman, religiyada, Sən də necə idi? Azərbaycan deyən mən Rusiyada daxil. İşlər naziri. Hə, bəli, daxil. Koroğlu'nun atasının adı ne olur? Dede Gorgu. Koroğlu. Dede Gorgu. Böyle bilmedim. Sabası çömeyle ne ola ki insan ki sevden çıkan. Koroğlu'nun adı. Yok bilmedim. Alık. Alık. Mafya. Başına alma düşəndə o nəyi kəşf etmişdi? Almanı. Birinci dəfə düzəldən belə fikirləşib ki, su hardakı dərin, oradakı o ki dayaz yerə gəldi, batır. Kim xəyanət eləsin? Qız? Gəlin belə fikirləşək. Sevinərəm. Sevinərəm. Dil gülləsi. Şair olar da. Hansı şair? Ne tanıyarım. Okean var. 4 tane okean var. Aha. Hind okeanı, Sakit okean, Şimal Buzlu okean, bir də ki Ölü okean, nə deyəsən. İstənilən söz. Həm kədərləndirə, həm də güldür. Güldürə bilər. Baxır sözün altında nə məna var. Bakı elektrik şəbəkəsi. Söz deyil, söz birləşməsidir. Yaxşı cavab verdiniz mənə. Metropoliten sözü. Necə, bax bu söz məni kədərləndirsin və sevindirsin. Deyim və Siz zəhmət olmasın. deyim də sizə başlayır. Necə kədərləndirə bilər? Yəqin ki, Kədərləndirməz. Əlsiz zəhmət olmasa. bunu mən bilmirəm qardaş. Sovet, Sovet, sosialist, namus. Birinci bir iş olanda səsən hansı işdə fərqli sən mal yavaşlanır. Uşaq çox olur, işlər çox olur. Ondan sonra yaşlı da var.
Yani biri eli giyini en son bir sene yeme eli yendi. Yani bakıyorsun ki bunun geçen asaya vermiyor. Pis bratan. O gərək evlənəndən sonra cinsi əlaqədə ola bilərlər. Belə evlənməmişdən qabaq brat elə oğlan özünə ki saf brat başa düşdün o ya elə hərəkət edirsə brat yəni o spontovud da yəni bratan o evlənəndən sonra təmiz gəlin olandan sonra hallığı ilə brat. Prosta ki bratam sən necə indiki bir dəqiqə cavanların çoxsun brat. Sevgim brat xallar. Başa düşdün elə çoxu da ona görə olur. Kafanı sıkar. Siktir git lan. Git ağzını burnunu kırarım şimdi. Neyle planlarınız nedir? Yenimizde yeni olanda rahatça ne tür o? Yeni ile planlarını da aynı birini eləmək istəyirsən? Niye bak kimse adamın yanında əsnəyəndə o birisini əsləməyi tutur? Ne saçım sen bana bir sers durur lap tezden de zəng duruzlu yok şirin yerinden. Mükemmel teles. Yok gidin ya has. O da Müslümançılıktan gelir. Müslümanlık ondan. Yok, Hə, müsəlmançılıq. Müslümançılıq kanunu var. Allah baba elə eləyir. Ən çox da gənc əllərdə. Demək bildizə nə edir? Bilirəm, ağzı tutursan nə? Gəncəllər Gənc əllər də çox olur adətlər. Onlar da Bakıya köçüb gəlirlər. Nə də Başkan, siz mi susturacaksınız ben mi susturacağım? Adlanı bilmirəm nə olub, ancaq başqa ölkədə bir Shakespeare adından olur. Ancaq nəsə adı var. Ancaq hansı ölkə nə olub madığını bilmirəm.